Təbii ki, bizim xeyli dərəcədə insanlarımızı narahat edən baş ağrılardır, migren xəstəliyidir. Baş ağrılarda bilirsiniz, onun iynə dərmanla müalicəsi yoxdur və bizim xəstələrimizin böyük bir faizi baş ağrısından gəlir. Onları baş ağrısından, migren xəstəliyindən azad edirik. Niyə bizdə var? Çünki biz onu təbii üsullarla sağaldırıq. Təbii üsullarla apiterapiya, hiridoterapiya müalicəsindən, təbii bitkilərlə, məcunlarla, məlhəmlərlə insanları baş ağrısından azad edirik. Təbii ki, elə dəyərli Vüqar bəy də deyir, Şahid doktor, mən də sözünüzə qüvvət verirəm ki, baş ağrısının migrenə müalicəsi Doktor Seyfəddin klinikasındadır. Bu baxımdan da, yəni o baş ağrısından, istənilən baş ağrısından bizə müraciət edə bilərsiniz. Baş ağrısının da mütləq seçmək lazım. Baş ağrısını verən nədir? Baş ağrısını verər qan təzyiqi yuxarı olması, baş ağrısını verər elementlərin çatışmamazlığı, qurt xəstəlikləri, nevrozlar, sonra təbii ki, bir mənalı şəkildə görürsünüz ki, insanlarımız baş ağrısını nəticəsində və yaxud hər hansı bir iltihab proseslərdə, sonra qaymaritdə, frontitdə baş ağrıları ola bilər. Təbii ki, onlarla da yanaşı ən çox baş ağrısını verən, dediyim ki, migren xəstəliyində müalicəsi, dediyim ki, baş ağrılarına müalicəsi klinikasında baş ağrısından azad ola bilərsiniz.